Bugün de yine güzel bir Gəncə səbətinin hazırlıkları tamamlandı. Bütün məhsulların ən keyfiyyətlisi, ən gözəli yığıldı. Gördüyünüz kimi məhsullarımız tam hazırdır. Səbətimizin tərkibi haqqında məlumat verək. Bir ədəd qəşəng kök əmlik quzumuz var səbətimizin tərkibində. Gördüyünüz qəşəng kök əmlik quzudur. Sümüksüz qara tikə dana ətidir, yerli sort danamızın ətidir bildiyiniz kimi. Sonra fərə hindişkamız var, yerli sort fərə hindişkadır. Kənd çolpalarıdır, tez pişən 4 ədəd kənd çolpamız var. Çayda yetişən farel balığımız var. Sonra burada varımız dananın bel ətindən hazırlanan bastırma, kəkotsu soğanı vurulubdur. Ət məhsullarımız bitdi. Qəşəng burada var közdə bişən paxlavamız, Gəncə paxlavası, dədə-baba qaydasından közdə bişirilibdir. Sonra ağartı məhsullarımızdan qatıqdan hazırlanan xalis nəhrə yağı, qəşəng üzlü inək pendirimiz var, nəhrənin şoru var burada. Üzlü camış südündən hazırlanan camış qatığı, camış qaymağımız var, bir qab. Gəncə döyğası var, bir balon, qoyun motal pendirimiz var. Xalis çiçək balı var, 1 kiloqram. Ərik mürəbbəmiz var, it burnu şirəsi var burada. Seçmə ləpələrin yenə hamısının ən gözəli seçməsi yığılıb. Ağqara kişmişi, gördüyünüz kimi qoz ləpəsi, fındıq ləpəsi, badam ləpəsi hamısı dən-dən seçilib, yığılıb, hazırlanıbdır. Gəncənin ən gözəl dadlı neymətlərindən olan Gəncənin naziyidir. Yuxalarımız ağqara, su dərmanında üyüdülən çovdar çörəyimiz. Və burada isə meyvələrdir. Sezona uyğun olaraq hamısının ən keyfiyyətlisi, gözəli və yaxşısı, uyğun olanını seçib qoyuruq. Yəni biz çalışırıq ki, əsas keyfiyyətli məhsul qoyaq, keyfiyyətli meyvələr qoyaq. Yaxşı narı, heyvası, Gəncənin göyərtisi bir komplekt gözəl qaydada seçilib hazırlanıb. Bazarlığımız artıq hazırdır. Bugün müştərimizə təhvil veriləcək və bunu nəzərə çatdırdım ki, bir organik yenişikdən və bir səbətdən ibarət olacaqdır bazarlığımız. Artıq hazırlandı. Öz brendimizin altında müştərimizin istəyinə uyğun olaraq bir organik yenişik bir səbətə yığılacaqdır. Bütün məhsulların hamısı ən gözəli, ən keyfiyyətlisi var.